Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Ağır Cinayətlər Məhkəməsinin qarşısındayıq. Hürriyyət Televiziyasının rəhbəri Vüqar Məmmədovun məhkəmə prosesi keçirildi. Məmmədovun xanımıdır. Nə danışıq bizim düşdüyümüz durumdan biz nə danışıq? Danışılası söz var, sözümüz də yoxdur. Kimə nə deyək, kimə şikayət edək? Dərdimizi kimə gedək deyək? Göstəri biz gedək deyək, yoxdur. Elə bir insan tapırıq. Məhkəmənin də şikayət edir. Bu insanı öldürək, biz içəridə ölsün elə. Vüqar Məmmədovun xəstəliyinə nə əlaqədar nə deyə bilərsiniz? Əməliyyat olunmalı xəstədir. Bəli, əməliyyat olunmalıdır. Həkimlərin də rəyi bunu göstərir ki, bu əməliyyat olunmalıdır. Ki, icazə yoxdur. Vətən xainidir. Hansı cinayətlərə səbəb olur? Kimin evini yıxıb, kimin balasına çəkil özə deyil. Heç kimin. Günahsız qalıb. Siz ki, onun üstünü örtmək üçün sən rüşvət edibsən buna. Bir sübut elə. Salam Rövşənə xanım, hər vaxtınız xeyirli olsun. Vüqar Məmmədovun məhkəmə prosesi keçirildi, xahiş edir. Siz açıqlama verin. Bəli, Vüqar Məmmədovun məhkəmə prosesi bugün davam etdi. İki zərər çəkən nümayəndəsi iştirak elədi. Azər Lotereya və Azər Süleymanın nümayəndələri. Biz nümayəndələrin suallar verdik. Həmçinin digər vəsatətlər müzakirə olundu. Bildiyiniz kimi Vüqar Məmmədovun səhhətində çox sağlamlığında ciddi problemlər var. Biz bunu həm penitensiar xidmətə göndərdiyimiz şikayətlərdə də qeyd etmişik. Həm Ədliyyə Nazirliyinə, Ombudsman aparatına və məhkəmədə də dəfələrlə onun sağlamlığı ilə bağlı problemlər səslənib. Və eyni zamanda qeyd etmək istəyirəm ki, 23 il tarixindən o penitensiar xidməti müalicə müəssisəsinə köçürülmüşdü. Amma vəziyyətinin ağır olmasına baxmayaraq onu yenidən Bakı İstintaq Təcridxanasına geri göndəriblər. Bir sıra xəstəlikləri var. Biz bunu sadaladıq məhkəmədə. Hətta özlərinin bu həmin dövlət qurumları məhkəmənin sorğusuna da verdikləri cavabda öz əksini tapıb. Əsasən də ürəyin işemik xəstəliyi ilə bu əziyyət çəkir. Eyni zamanda prostat vəzisində şiş var və bu da onun mental sağlamlığına, mental durumuna çox ciddi formada fəsadlarını göstərir. Biz bununla bağlı ev dustaqlığı vəsatəti verdik. Təəssüf ki, təmin olunmadı. Və proses davam etdi zərər çəkən nümayəndələrinin dindirilməsi ilə və növbəti proses oktyabr ayına təyin olundu. Zərər çəkənlərin nümayəndələri də suallarımıza cavab verdilər və onların hər biri öz ifadələrində vurğuladılar ki, onlar heç vaxt Vüqar Məmmədovu görməyiblər, onunla ünsiyyətdə olmayıblar və Vüqar Məmmədov heç vaxt onların nə telefon vasitəsilə, nə də üz-üzə təhdid etməyib. Başqa sualınız varsa suala cavab verin. Sağ olun. Dəyərli izləyicilər, Ağır Cinayətlər Məhkəməsində Hürriyyət Televiziyasının rəhbəri Vüqar Məmmədovun növbəti məhkəmə prosesi keçirdi. Hakim Elmir Rüstəmovun sədrliyi məhkəmə prosesi keçirildi. Növbəti məhkəmə prosesi 10 oktyabr saat 10 radələrinə təyin olundu. İzlədiyiniz üçün təşəkkür edirəm.